Darvinistlər nələri düşünməzlər? Darvinistlər düşünməzlər ki, canlı aləmin cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia etmək ağılsızlıqdır. Çünki 19-cu əsrdə həyatın öz-özünə yaranması iddiaları Louis Pasteur'in təcrübələri ilə alt-üst olub və elmi cəhətdən sübut edilib ki, həyat yalnız həyatdan gəlir. Darvinistlər düşünməzlər ki, badan böyüklüyündə olan hipotalamus insanın əmələ gəlməsi üçün cinsiyyət vəzlərinin inkişafı dövrünü hesablayır və məhz həmin vaxtda, yəni insanda cinsi yetişkənlik dövrü başladıqda, cinsi hüceyrələrin inkişafını tənzimləyən gonadotrop hormonunu ifraz edir. Gözü, dili, qulağı, beyni olmayan bu ət kütləsinin insan doğulandan həddi buluğa çatana qədər keçən zamanı hesablamasını və buna əsasən qərar verməsini kör təsadüflərlə izah etmək mümkün deyil.